Baxırıq 92 nömrəli suala. 4 rəqəmli ədədin ilk rəqəmi 7-dir. O bir rəqəmlərini bilmirəm. Yazıram A, B, C. Bir dənə qıraqda yazaq bunu, çünki bu ədəd bizə lazım olacaq. Deyir ki, bu rəqəmi ədədin əvvəlindən silib, bunu buradan silirəm. Sonuna yazıram. Deyir, alınan ədəd oldu A, B, C, 7. Alınan ədəd verilən ədəddən, yəni bundan 4158 var, kiçikdir. Verilən ədəd tapın. Ümumiyyətlə, birinin birindən kiçik olmağa nə deməkdir? Məsələn, 3 8-dən nə qədər kiçikdir? 5 vahid. Necə tapırıq? 8-dən 3-ü çıxırıq, deyir ki, 5 vahid kiçikdir. İndi burada da əslində demək istəyir ki, onları bir-birindən çıxın. Deyir, alınan ədəd veriləndən, yəni bundan 4158 var, kiçikdir. Gəlirəm altına yazıram onu. Və burada bizim üçün ipucu nədir? Bu ABC-ləri yazmışam deyə görürəm ki, 3 dənə rəqəm olsa da eynidir. Yəni C-ni tapanda elə aşağıdakı ədədin də rəqəmi tapılmış olacaq. Fərq oldu 4158. Burada deyir C çıxılsın 7 bərabərdir 8. Onda C neçədir? 8 + 7 15. C oldu 5. 1 yadda. C 5 isə burada yazıram 5. B çıxılsın 5 olub 5. B neçədir? 5 + 5 10. 1 yaddaydı oldu 11. B 1 isə burada yazıram 1. Bu şəkildə deməli 5 + 5 10 oldu 11, yenə 1 yadda. Sonra deməli A çıxılsın 1 eləyib də A-nı tapaq. 1 + 1 2, burada da 1 var idi, oldu 3. Sonra A-nın 3-ünü də bura qoyanda 7 çıxı 3 4. Hamısı ödəndi. Deyir, verilən ədəd tapın. Yəni birinci ədədi. Həmin o 4 rəqəmli ədəd ki, deyirdi başda 7 ilə başlayan həmin ədədi soruşur. 7315.